Hamımızı salamlayıram, hörmətli yoldaş iştirakçıları. Yəni, təmsil elədiyim təşkilat adından salamlayıram. Təmsil elədiyimiz təşkilat orada plakatda göstərilir, İqtisadi İnkişafa adlı layihələrə dəstək ictimai birliyi. Yəni, biz 20 ildən çoxdur rəsmi fəaliyyətdəyik. Ötən dövrlərində çox layihələr icra eləmişik. Həm yerli donorlarla, həm xaricilərlə. Bu ildə Azərbaycan Respublikası, orada yazılıbdır, qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurası, Dövlət Dəstəyi Agentliyi. Belə bir təşkilat var, onların elan edildiyi sonunda iştirak edildiyi qalib oldu. Layihə haqqında, o qalib olduğum layihə haqqında məlumatla geniş ətraflı məlumat verəcək sizə. Yəni, mən onu demək istəyirəm ki, bunun eləməkdə məqsəd nə idi, bu niyə vacibdir, niyə lazımdır? Yəqin ki, bilirsiniz, son illərdə kənd yerlərində çox ciddi problemlər var, yəni agrar sektorda ciddi problemlər var. Onun da ən vacibi su təminatı məsələsidir. Azərbaycan su təminatı ilə çox əziyyət çəkən ölkələrdən sayılır. Təxminən 70%-ə yaxın Azərbaycanın su təminatıdır və hər il bu getdikcə azalır. Buna görə əkinçiliyə, torpağa yeni metodlardan yanaşmaq lazımdır. Yeni əkinçilik üsulları təşkil etmək lazımdır ki, bu su itirlərinin qarşısını almasın. Təxminən 50% məsələn, ümumi götürsək, su itkiyə gedir. Azərbaycan bütün ölkələr götürsək, yəni əkinçilik üçün çıxardılan suyun 50% itkiyə gedir. Yəni, bu, hamı üçün yəqin problemlər yaradır. Sizə demək artıqdır, siz bu işləri hamıdan yaxşı bilirsiniz. Bu problem sizə tanışdır. Bizim, məsələn, ölkədə də artıq bu məsələdən bağlı çox ciddi narahatçılıq vardır. Bu yaxınlarda may ayının 25-də Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi ilə müşavirə keçirildi. Ciddi addımlar atılacaq, ciddi işlər görüləcəkdir. Yəni, həm maddi dəstəkdən söhbət gedir, yəni ki, subsidiyalardır, yəni faizsiz kreditlərdir, bu tipli şeylər, yəni texnika ilə, maddi vəsaitlərlə təminat məsələsində dövlət tərəfindən çox ciddi dəstək verilir. Prezident bununla bağlı ciddi tapşırıq verdi və vaxtlar oldu ki, bu müddətə qədər bu işlər hamısı görülməlidir. Yəni, onu demək istəyirəm ki, bizim ölkədə məsələ çox vacibdir, çox aktualdır. Sizin də zona elə bir zonadır ki, burada sualma işləri olmasa, heç bir əkinçilikdən söhbət gedə bilməz. Yəqin ki, yəni su olmasa həyat da yoxdur, yəni söhbət yoxdur. Ona görə mən elə hesab edirəm, bu yolu deyilən sizə çatdıran material sizlər üçün çox dəyərli olacaqdır. Siz ondan faydalanacaqsınız və yekunda da işlərinizi yaxşı nizamlayacaqsınız, maddi rifahınızı yaxşılaşdıracaqsınız. Mən sizə Allah razı bildirəm, həm şəxsi həyatda, həm iş həyatında, həm bugünkü tədbirin işində. Sağ olun, gəlmişsiniz, iştirakınıza görə təşəkkür edirəm. Burada sizlərə və xahiş edirəm, aktiv iştirak edin, 2000-dən sualı varsa, Məhəmməd müəllim cavablarında bana çalışacaq. Oldu, sağ olun, uğurlar. Bilim test suallarıdır. Bunlara ölçmek çalışıyorum. Anlıyor. Şimdi uygulama bakıyorsunuz. Gel düşünüyorum. Gel vurgun. Gel bak. Nerede? Aparatlar. Burada ad, soyad, telefon nömrəsi, sonra burada var təlimdə iştirakçını təsdiqləyir və burada buklet paylanacaq, onu almağı təsdiqləyir. Onlar imzalarınıza atın, sonra başlayaq işimizə. Vaxt bitirir. Başa düşürəm. O belə qədər İstifadə məqsədimiz nədir? Biz bunu, necə deyərlər, hobbi xatirinə eləmirik. Və yaxud da vaxtımızı keçirmək xatirinə eləmirik. Elə heç şey olmur. Dövlətimiz bu layihəni haqqında tender verir. Biz də öz layihə təklifimizi verib, o qalib olmuşuq. Nəyə görə? Ona görə ki, mövzu, Bayaq Şahin müəllim dedi, mövzu həddindən çox aktualdır bu.
en büyük problemlerimizden biri su problemidir bu günler. Su var, bazen çok olur, bazen yağışlar olur. Bazen su var, ama hamıya çatmır. Elə vaxt olur ki, su ümumiyyətlə heç kimə çatmır. Və son 10 illikdə 2016-dan üzüləri bu problem daha da qabarır. Meteoroloji məlumatları araşdıranda belə bir şey ortaya çıxır ki, son 100 ildə ən isti 10 illik bu 10 illikdir. Bundan əvvəl belə istilər olmuyor. Və orta iqlim temperaturu, orta temperatur region üçün, Azərbaycan üçün və dünya üçün 1.5-2 dərəcə artıb. Məlumat üçün deyim ki, orta temperaturun 1.5-2 dərəcə artması bu o deməkdir ki, suya olan tələbat da 15-20% artır. Yəni temperatur nə qədər qalxırsa, onun 10 qatına suya tələbat artır. Ehtiyac daha da çoxalır. Ona görə ki, temperatur artıbsa, buxarlanma da çoxalır. Torpaqdan suyun buxarlanması çoxalır, su kanallarından çoxalır. Temperatur artıbsa, bitkinin suya tələbatı da artır. Və çox vaxtı biz suyu aparıb o bitkiyə çatdırana qədər suyun çox hissəsi biz itiririk. İtiririk, yolda itiririk. 70% ilə bir şey var. İndi mən sizə təxminən mərhələləri deyim. Harada biz suyu itiririk? Böyük kanaldan, məsələn, Nil bulağında, Şirvan, Qarabağ kanalı. Oradan beton kanala keçəndə orada artıq su başlayır itməyə. Beton kanalı özündə başlayır itməyə. İki variantı var. Beton kanal təzədirsə, oradan itkilər ola bilər. Məsələn, birində zazor böyüdü, müxtəlif variantlar ola bilər. Beton kanal köhnədirsə, onlarda sınırlar var və orada da onlar hamısı yuxarıda gedib də yadınızdadır. Onların çoxsunun içi torpaqdan dolub, orada artıq qamış bitib, otlar bitib və onun nəticəsində su keçirmə qabiliyyəti də azalır və onun da nəticəsində su gedib gec çatılır. İkinci mərhələ, bu birinci mərhələ. İkinci mərhələ beton kanaldan kəndin həmin hissəsinə gedən kanal sizə lazım olan. Məsələn, 5 nəfərin, düzdürmü? İkinci orada itir. Niyə görə? Bu torpaq kanaldır. Onun da içində bitkilər var, qamış var, torpaq da dolur. Oradan getdikcə də suyu keçirmə qabiliyyəti azalır. Və o torpaq kanal su ilə dolmalıdır ki, və onun səviyyəsi bizə lazım olan səviyyədən yüksəlməlidir. Ora gedib su çıxsın. Üçüncü mərhələ, oradan bizim sahəyə gedən yoldur. Orada da itir, eyni şey. O işlədir, torpaq doysun, sonra su kanal tam dolsun, sonra sahəyə gedəcək. Səhv eləməmişsə elə bir ifadə işlədir də, orada da itir. Yeni texnologiyalar özündə nəyi ehtiva edir? Yəni, nəyi nəzərdə tutur? Kanallarla gedən sular açıq şəraitdə yox, qapalı şəraitdə geçsin. Yəni, turbalar vasitəsilə, elə deyək. Ona sintetik turbalar da olar. Vacib deyil ki, o turbalar yerin altında bastırır. Ancaq traktorların yolu keçən yerdən altdan keçirdərlər. Başqa yerdə üst-üstədir. Bunlar nə görə deyirəm? Biri var dünya təcrübəsi, qavalcıl traktor. Biri də var. Bunlar artıq Azərbaycanda tətbiq olunmağa başlayır. Regionlarda. Yəni, sadə fermerlər, 1, 2, 5 hektar yeri olan fermerlər bu şeylərdən artıq istifadə edirlər. Yəni, bu o qədər də əlçatmayan deyil bizim üçün. Əlçatandır böyük günlər. Mən sizə bunlar hesablamalar nəticəsindədir. Harada nə qədər su itirir. Və məlumat üçün deyim ki, məsələn, əgər qapalı sistemlə suyu aparırsınızsa, 15-25% suya orada qənaət edilmiş olursunuz. Açıq əvəzinə qapalı. Sonra, lazer hamarlama aparırsınızsa sahədə, bilirsiniz də çox adam ondan istifadə edildi. Lazer hamarlama aparırsınızsa yenə də suya
lazer hamarlama hardasa 10-15% suya qənaət etməyə imkan verir. Niyə görə? Səbəbini siz məndən yaxşı bilirsiniz. Lazer hamarlama nəticəsində sahədə cüzi maillik yaranır, düzdür və tala-tala biz oradan suyla doldurandan sonra tala-tala əmələ gəlmir. Su oradan birbaşa gedir axırı. Düzdür, çökəkliyi yoxdur ona görə. Gecə? Düzdür ona görə, Düzdür, su az getkiyə Bəli. Sahənin o hissəsində artıq sizdə torpaqda sıradan çıxır və oradan siz təbii ki, məhsul almışsınız. Sonra, ola bilsin ki, biz hətta deyə bilərik ki, yox, bu neçələr aidiyyatı yoxdur, amma qədimdə bizim elə deyək, təsərrüfatçılar bunu eləyirdilər. Sahələrin kənarında, sonra da dövlət səviyyəsində olur. Meşə qoruyucu zolaqlar yoxdur. Sahədə suyun buxarlanmasının qarşısını alan ən vacib səbəblərdən biridir. Birinci, küləyi qarşısını alır, bilirsiniz də küləy də suyu buxarlandırır. İkinci də, ümumiyyətlə həmən sahə, digər sahələrlə müqayisədə daha sərin olur da, belə deyil. Kölgəsinə görə. Kölgəsinə görə. Tək kölgə saldıq. O yerdə ki, ağac çoxluq təşkil edir, orada ekosistemin tərəzliyi yaranır. Arx deyək, torpaq kanallar, deməli, orada su itkisi necə baş verir? Sızma nəticəsində kanaldan harasa sızır. Çox vaxtda bizim fermerlər, qonşuların arasında davadalaş söz-söhbət ondan yaranır ki, sən yerimə su aparanda kanaldan su daşıb, mənim yerimdə su basır. Düzdür? Sonra da alavodları yaranır ətrafında və buxarlanır. 30-50% torpaq kanalları ilə su itkisilə su itirilir. Beton üzlüklü kanallar, beton üzlüklü, yəni beton kanalda belə deyək. Onlarda da çatlar olur, yenə də buxarlanma olur. 15-20% orada itirirsiniz. Borularda su itkisi 1-3%. Yəni bugünlə müqayisədə qapalı borularla su aparanda biz demək olar ki, su itirilir. Üstünlüyü budur. İstənilən halda yavaş-yavaş biz bu quraqlığı əgər bizə təsir azaltmaq istəyirsə, yavaş-yavaş biz ona keçməliyik. Nə qədər tez keçsək, o qədər metodlarından da suyu apardıq çatdırdıq sahəyə. Sahənin özündə müasir suvarma metodları istifadə etmək lazım. Selləmə suvarma var. Onlar artıq tutarlar lazım. O artıq effekt verir. Suya qənaət olunur, müasir suvarma sistemləri əgər istifadə etsək, 90-95% suya qənaət etmiş olur. Nə deməkdir bu? 100%, düzdürmü? 100% nə deməkdir? 2 dəfə. Deməli, sahəni sulamaq üçün bayardan 6-7 saat vaxt sərf edilsə, indi olacaq 2 dəfə az. O anlamda. Sonra bizim o, niyə ondan imtina etmədik? Bir çox ölkələrdə konkret olaraq ənənəvi suvarmanın torpağın şoranlaşdırılmasına gətirib çıxartdığı sübut olunur. O cümlədən bizim. Bilirsiniz nə deyirlər? Artıq su qalır sahədə, toplanır. O artıq su bitkiyə, biz o qədər su verməliyik torpağa şimdi. Qurum sularda qalxandan sonra o torpaqda yapışdı da aşağı düşmür. Qalır orada. Yəni şoranlaşma bu cürə mənə gəlir. Ona görə o da bir təsirdir. Digər tərəfdən ənənəvi suvarma üsulları ilə, hansı ki biz indiyə kimi istifadə edirik, onları biz onda tək bitkini yox, biz alavodlarını da sulamış oluyoruz. Onlar da bilirsiniz, stresə daha davamlı, onlar da inkişaf eləməyə başlayır. Bitkilərin qidasını da alır torpaqdan, suyunu da alır, özlərinə də inkişaf eləməyə imkan verirlər. Və artıq biz ancaq suyun çatışmazlığından deyil, həm də artıq alavodları zərərverici xəstəliklərlə mübarizə aparmalıdır.
Müxtəlif ölkələrdə, hətta bəzi regionlarda artıq başlayırlar, belə deyək, şoranlığa, susuzluğa davamlı bitkilər. Bitkilərin o şəraitdə davamlı sortlarından istifadə etmək. Hələ ki, o sortlarından istifadə etməyə başlayırlar. İstənilən bitkinin, məsələn, arpanı götürək. Bilirsiniz də, dağlıq ərazi üçün olan sortlar var, aran ərazisi üçün olan sortlar var. İstənilən bitkilər var. Ancaq bizdə, yəni o situasiya necədir? Yəni ki, istifadə olunur ondan yoxsa yox. Növbəlidən Yəni, az istifadə Yəqin ki, olunur. olunmaz. az Az istifadə ne olunur. olunmuyor? Az. Hoştul o. Hoşluyor. Yəni ki, Ona görə də məhsuldarlıq yox. məhsuldarlıq yoxdur. Yox, Bayağı evet. tərbiyədə Yer yox daha. dedi ki, bizim dedi, torpaqlarımız artıq münbitli. Texniki bitki. Ənənəvi suvarma sistemi ilə 7000 kub vegetasiya ərzində bu su tələb edir 1 hektara. Arpa darı 4500 kub. Məsələn, mərcimək 1800 kub. Birisi nədir? O bitkinin özünə burada deyilən rəqəmlərdən 2 dəfə, bir çox hallarda 3 dəfə az su tələb olunur. Amma ona tələb olunan suyu verməkdə də tələb. Biz məcburuq ki, daha çox su ora göndərək. Amma o bitkilər üçündən o bitkiyə gedib az satır. Evet. Başqa bitkilərdə sürsə də olur. Alan bitkilər. Sonra bu kanallarda, parklarda buxarlanma. Digər rayonlarında artıq bunun əkində başlayırlar. Bambadan da sərflərdir. Digər bitki taxıldan da təbii sərflərdir. Başlayırlar istifadə eləməyə. Bir ilə ki, yoncanın torpağa verdiyi effektləri səmərə. Ondan sonraki o torpaq yaxşılaşır, büyükləşir. Bəzilə də yoncan, amma bizdə istifadə olunur. Yəni, eyni bitkilər, hansı ki biz 40 ildir, 50 ildir, onlara ancaq tanıyırıq, taxıldır, pambıqdır. Bunları genişləndirmək lazımdır, siyahını. Eyni bitkilərdə biz bundan sonra baş verəcək təbii iklim şəraitinə uyğunlaşa bilməyəcəyik. Sizə çatdırmaq istədiyim əsas mesaj da budur ki, biz artıq müxtəlif bitkilərdən istifadə edəcəyik. Saatlı rayonunda bəzi kəndləri var. Hangi suyu? Türk Türk kəndləri. Evet. Onlar yer fındığı da əkirlər, arafis. Yəqin ki, bilirsiniz. Mərcimək də əkirlər. Alıcıları da daim qapısındadır. Mərci məsələn, bir 20 il, 30 il bundan qabaq Azərbaycanda bu qədər populyar deyil. Düzdür? İndi hansı kafeyə gedirsən? Mərci su mütləq var. O deməkdir ki, sən alıcı gör neçə dəfə qalxır. Sizin şəraitdə 200 manat, 300 manat qazansa hektardan böyük. Hər şey uğurlu olsa, yaxşı olsa. Ancaq mərciməyin özümüzün 1 hektardan gəliri, təmiz gəliri, xalis gəliri, gəlir 2500 manata çıxır. Hansını eşmək sərfə? Biraz əziyyət çəkir, onu eşmək sərfə. Onun bir sahəni yapmaq istəyir. Yarın olan yoldaş deyir ki, bu Türklər deyir, belə torpağın içindən çıxmırlar. Yəni bu torpaq əgər bir orada bir qalacaq, o vərdişləri kənara qoyub, yeni bitkilər tətbiq eləsək, lazım olan şeyləri eləsək, sıfır yox, sıfırda fikir qalıb sahədə, dediklərimin nəsə sualınız var? Yoxdur ki? Yox. Hər şey anladıqda başa düşür. Lap yaxşı. İnşallah yaxşı olur. İnşallah Allah qoysa yaxşı olur. O testləri tamamlayıb xahiş edirəm. Sonra sizə burada kiçik hədiyyələr var, elə-belə. Amma bundan bir balaca böyük hədiyyə gələn təsir olacaq.